Salam, hər vaxtınız xeyir, hörmətli dinləyicilər. Azərbaycan Nədən Danışdı proqramı yenidən efirdədir. Studiyada mən Yunis Orucovdur. Əziz dinləyicilərimiz, Gürcüstan prezidentinin bu ayın ortalarında Bakıya səfəri planlaşdırılır və qeyd edilən kimi bu onun xaricə ilk səfəri olacaq. Biz bugün bu səfərin əhəmiyyəti barədə danışacağıq. Eyni zamanda Ermənistanla sülh müqaviləsinin təfərrüatları barədə söhbətimiz olacaq. Lakin söhbətimizə başlamazdan öncə mən qonağımızı sizə təqdim etmək istəyirəm. Bugünkü verilişimizin qonağı siyasi şərhçi Mübariz Göyüşlü bizə telefonla qoşulub. Hər vaxtınız xeyir Mübariz bəy. Salamlayıram, hər vaxtınız xeyir olsun. Bir qədər əvvəl də qeyd etdiyim kimi, həm artıq bu barədə məlumat yayılıb, həm Gürcüstan mediası, həm də Azərbaycan mediası bu barədə xəbər verir ki, bu ayın ortalarında Gürcüstan prezidenti xaricə ilk səfərini Azərbaycandan başlayacaq. Sizcə səfərin ilk dayanacağının Bakı olması sizdə hansı təəssüratı yaradır? Bu Gürcüstan üçün nə deməkdir? Bir daha salamlayıram, təşəkkür edirəm sizə. Maraqlı bir məsələ tutmuşsunuz və qeyd edeyim ki, Gürcüstan prezidentinin ilk səfərini məhz Azərbaycana etməsi, xarici səfərini Azərbaycanla başlaması müsbət bir məqamdır. Bu, Cənubi Qafqazda qonşular arasındakı münasibətin dərəcəsini göstərir. Bu, Gürcüstanın Azərbaycana verdiyi əhəmiyyətin, diqqətin göstəricisidir. Bu, Azərbaycanın Cənubi Qafqazda oynadığı rolun göstəricisidir. Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir və mən hər dəfə deyirəm ki, Azərbaycan Cənubi Qafqazda Qarabağ problemini həll etdikdən sonra artıq özü Cənubi Qafqazda sülhün və stabilliyin dəstəkçisi və təminatçısı rolunda çıxış etməlidir. Bütün bunlar hamısı bunun göstəricisidir və müsbət qiymətləndirirəm. Hesab edirəm ki, elə bu səfərdə də yəqin ki də müzakirə olunacaqdır. Gözləniləndir ki, 3+3 formatı olsun. Ondan sonra Cənubi Qafqazda sabitliyin və stabilliyin formalaşması üçün Cənubi Qafqaz ölkələrinin özlərinin bu istiqamətdə çalışmalar həyata keçirməsi, kənar müdaxilələr olmadan Cənubi Qafqaz ölkələrinin iştirakı ilə Qafqaz evinin sülh və sabitlik evinin formalaşdırılması ilə bağlı müzakirələrin aparması və təbii ki də iki dövlət arasında siyasi, iqtisadi əlaqələrin, münasibətlərin daha da inkişaf etdirilməsi üçün belə deyək, müxtəlif sahələr üzrə sənədlərin imzalanması, müzakirələrin aparılması, bəyanatların verilməsi də gözlənilərdir. Bütövlükdə mən müsbət qiymətləndirirəm Gürcüstan prezidentinin Azərbaycana səfərinin və ilk xarici səfərinin Azərbaycana etməsinin. Azərbaycan Gürcüstanla bir sıra mühüm layihələrin icrasında fəal iştirak edirlər. Bakı, Tbilisi, Ceyhan, Bakı, Tbilisi, Erzurum, neft və qaz kəmərləri, Bakı, Tbilisi, Qars, dəmir yolu. Bütün bunlar hamısı Gürcüstanla iştirakı ilə gerçəkləşdirilir və Azərbaycanın təşəbbüsü ilə bu nəhəng sahələr Gürcüstandan keçərək Türkiyəyə, oradan da dünyaya açılır. Və Azərbaycan dəfələrlə Gürcüstana öz qonşuluğunu, yardımını, dəstəyini hər zaman onun çətin vaxtlarında ilk əlini uzadan dövlətlərdən olubdur, dövlət olubdur və bunları da Gürcüstanın unutmaması lazımdır və bunları da daim xatırlamaları lazımdır. Mübariz bəy, səfərdən söz düşmüşkən bir neçə gün öncə Almaniya prezidenti Bakıdaydı və maraqlı bir məqam ondan ibarətdir ki, ötən il bildiyimiz kimi Almaniya Ermənistanla Azərbaycan arasında sülh prosesində bir vasitəçi qismində çıxış edirdi. Hətta xatırlayırsınızsa ötən ilin fevralında Annalena Baerbock həm Ermənistanın, həm Azərbaycanın xarici İşlər nazirlərini Berlinə dəvət etmişdi, onlarla bir görüş keçirdi. Daha sonra Olaf Scholz müxtəlif vaxtlarda prezident İlham Əliyevlə görüşdü, hətta telefonla da danışdı. Yəni sanki bir vasitəçi rolunu təsbitləmək üçün rəsmi Berlin müəyyən vasitələrdən istifadə edirdi. Bax, sonuncu səfər Steinmeier'in Bakıya səfəri sizdə hansı təəssüratı yaratdı? Yenə də mi
Almaniya bu prosesdə vasitəçi olmaq istəyir, yoxsa artıq bu vasitəçiliyə ehtiyac qalmayıb? Ümumiyyətlə, nəinki Almaniyanın, mən deyərdim ki, Azərbaycan, onun rəhbəri elə bir status quo yaradıblar ki, Rusiyaya da, Fransaya da, Amerikaya da və digər hər hansı bir dövlətə də burada vasitəçi kimi iştirak etməyə ehtiyac qalmır. Bu yaxşı bir reallıqdır və müsbət bir məqamdır. Və biz aylar əvvəl Berlində Azərbaycanla Ermənistan dövlət hökumət başçılarının bir araya gəlməsinə razılıq verdiyimiz zaman biz Almaniyaya da və digər onun Avropalı belə deyək də tərəfdaşlarına da bu münaqişənin son qoyulmasından sonra sülh sazişinin imzalaması və digər məsələlərdə iştirak edə bilmələri üçün bir imkan vermişdik. Yəni belə kobud çıxmasın deyə ifadə etməyə çalışıram. Lakin biz bunun qarşılığında başqa bir məsələlər gördük. Elə bu günlərdə məsələn Almaniya prezidenti Bakıya səfərindən əvvəl Ermənistanda səfərdə olarkən təxribat xarakterli bir paylaşım eləmişlər sosial şəbəkə hesabından və sonra üzrxahlıq etdilər ki, bu bilinməyibdir, yəni bilmədən etmişik. Mən bölüşmürəm bu fikirləri. Düzdür, Azərbaycan bu üzrxahlığı qəbul etdi. Bu indi rəsmi dövlətlər arası məsələdir. Mən hesab edirəm ki, bu Almaniyanın, Fransanın və Fransa-Almaniya tipli dövlətlərin olan rəhbərlərinin tamamlı anti-Azərbaycan, anti-Türkiyə ritorikası var. Və sanki şuur altında onların bir anti-Azərbaycan, anti-Türkiyə, anti-Türk, anti-İslam fobiyası formalaşırdı. Və Almaniya prezidenti Steinmeier Bakıdan gedən kimi həmin Avropa İttifaqının Ermənistandakı monitoring qrupla Almaniya prezidentinin görüşünün şəkillərini paylaşdı. Yəni, bütün bunlar hamısı göstərir ki, onların bir, yenə deyirəm, düşüncəsində bir anti-Azərbaycan ovqatı var. Və bu ovqatla da, bu düşüncə ilə də onlar vasitəçi olmaq şanslarını da itirmiş oldular. Yəni tərəfkeşlik etdiklərinə görə, qərəzli yanaşdıqlarına görə özlərinin bu məsələdən kənarlaşdırmış oldular. Amma ən önəmli məqam burada ondan ibarətdir ki, Azərbaycan özü 44 günlük müharibədən sonra prosesləri elə bir şəkildə idarə etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət elə bir situasiya yaratdı ki, Ermənistan da, onun havadarları da bu reallığı qəbul edirlər ki, vasitəçilərə heç bir ehtiyac qalmayıbdır. Məsələn, Azərbaycanla Ermənistan vasitəçilərsiz sərhəd komissiyası belə deyək, formalaşdırıbdır və o görüşlər də keçirilir, danışıqlar da aparılır. Hesab edirəm ki, bu komissiya, məsələn, baş nazirlərin müavinləri görüşür, daha üst səviyyələrə də qaldıraraq Azərbaycan və Ermənistan dövlət hökumət rəhbərləri görüşə bilərlər və heç bir tərəflərin iştirakı olmadan məsələləri çözə bilərlər. Yetər ki, Ermənistanın bunun üçün iradəsi olsun. Ermənistandan söz düşmüşkən gələn xəbərlərə görə artıq Ermənistan Türkmenistandan qaz almaqla bağlı danışıqlar aparır və burada açar nöqtə kimi İran çıxış edir. Çünki həmin qaz kəməri İran ərazisindən çəkiləcək. Siz bu məsələnin rentabelliyinə dair istəyərdim sizin fikirlərinizi öyrənək və İranın bu məsələdə tranzit ölkə kimi çıxış etməsi sizə nə deyir? Bu, bilirsiniz, bunlar hamısı çox ölkələr üçün müsbət dividendlər gətirə biləcək məsələlərdir və hər bir ölkənin də rəhbərinin öz ölkəsinin o layihələrdə, enerji layihələrində, yol infrastruktur və silah alveri olsa və digər məsələlərdə fəal iştirakını istəməsi təbii bir məsələ kimi qəbul olunur. Və İran da indi Ermənistanla və yaxud digərlərindən hansısa formada əməkdaşlıqlar həyata keçirmək istəyirsə,
O da o dövlətin belə deyək də maraqları çərçivəsində ola bilər. Amma məsələ burasındadır ki, zəif və təhsil imkanları nəinki dünyada, heç Cənubi Qafqazda təhsil imkanları olmayan Ermənistanla əməkdaşlığa bu qədər can atmaq, yəni bu əməkdaşlıq məsələlərini Ermənistanla bu şəkildə qurmağa çalışmaq, mən düşünürəm ki, İran üçün elə də bir faydalı nəticələr doğuracaq məqam deyil. Məsələn, indi mən məlumatlar alırıq ki, deyək ki, qarşılıqlı ticarət, iqtisadi münasibətləri daha üst səviyyələrə qaldırmaq istəyirlər. Bir neçə milyardlıq həddə gətirmək istəyirlər. İndi İranla Ermənistan rəhbərlərinin öz belə deyək, düşündüyü və verəcəyi qərardır. Buna özləri bilər. Amma Ermənistanın İrana verə biləcəyi elə bir faydalı bir məsələlər yoxdur. Əksinə, əgər İran Azərbaycanla etibarlı və davamlı münasibətlərdə davamlı siyasət yürüdə bilən Azərbaycanla münasibətlərini genişləndirərsə, qazancı əldə edə biləcəyi daha çox məsələlər ola bilər. Bu mənada mən düşünürəm ki, İran da Cənubi Qafqazda sabitliyin və sülhün olmasında maraqlı olmalıdır. Bunun üçün əməli addımlar atılması lazımdır. Məsələn, deyək ki, o Avropa İttifaqı monitorinq qrupu Azərbaycanda fəaliyyət göstərsəydi, mən təsəvvür edirəm, yəqin siz də təsəvvür edirsiniz ki, İran hansı formada bu məsələləri etirazlarla belə deyək də bildirib qarşılaşdırardı. Amma Ermənistanla bağlı məsələdə biz bunu görmürük. Ermənistan Amerika ilə təxminən bir 10 gün davam edən hərbi belə deyək də orada təlimlər keçir. Biz İrandan o lazım olan reaksiyanı görə bilmirik. Halbuki İran istər Amerika ilə, istər Avropa ilə belə deyək də aralarında çox ciddi bəzilərinin düşmənçilik, bəzilərinin rəqabət var. Amma biz bu reaksiyaları görə bilmirik, çox təəssüf ki. Biz bu məsələni İran-Amerika gərginliyi ilə əlaqələndirə bilərikmi? Yəni o mənada ki, əgər hər hansı bir hərbi eskalasiya riski yaranarsa, İran özünə regional tərəfdaşlar tapmaq ümidi ilə bu cür layihələrə bir növ girişir. Ola bilər. Yəni belə deyək, Amerika ilə gərginlikdən İran o belə deyək, Amerika ilə gərginlikdən o situasiyadan çıxmaqdan ötürü müxtəlif üsullara, vasitələrə, dövlətlərlə əməkdaşlıq imkanlarına cəhd edə bilər. Yəni bu mümkündür. Amma bu anti-Azərbaycan ritorikası və davranışları üzərində qurulmalıdır. Bizim etiraz elədiyimiz və narazı qaldığımız əsas məqamlardan birincisi və önəmlisi də budur. Mən xatırlayıram ki, 2020-ci il 2-ci Qarabağ müharibəsindən sonra cənab prezident Xudafərin körpüsünə doğru səfər edərkən, bu ərazilərə səfər edərkən və xatırlayıram ki, hətta deyəsən ilk səfəri idi azad olunandan sonra. Orada çox önəmli bir bəyanat verdi. O dedi ki, Azərbaycanla İran bax bu əraziləri, bu sərhəddə dostluq sərhəddə elan edirəm. Bilirsiniz, bu çox böyük bir jest idi. Yəni bu cür jestləri, bu cür bəyanatları İran tərəfinin qiymətləndirməsi lazımdır. Deyək ki, Amerika ilə gərginlikdən çıxış edərək Ermənistanla münasibətlərini qurmaq və yaxud da ki, bir başqa dövlətlərlə hansı münasibətlər qurmaq, bu İranın öz seçimidir. Amma bütün bu çalışmalarda Azərbaycan əleyhinə olan məsələlərin üzərində xüsusi dayanmaq, onu körükləmək və bizim Tehrandakı səfirliyimizə qarşı terror aktının təşkilinə göz yummaq və onu törədənin indiyə qədər də bildiyim qədərlə layiqli cəzasını, yəni ölüm cəzası kəsilibdir, almayıbdır cəzasını və digər bütün bu kimi məsələlər bizi təəssüfləndirir. Bizi təəssüfləndirir ki, biz axı qonşumuza, cənub qonşumuza qarşı biz bu münasibət, bu davranışlardan, bu münasibətlərdən çıxış etmirik. Və Azərbaycan İranın yeganə qonşusudur ki, Rusiya ilə onu birləşdirə biləcək yeganə ölkədir, yəni quru sərhədli olaraq. Rusiya İranla çox sıx belə deyək, münasibətlərə malikdir. Və şimal-cənub nəqliyyat dəhlizi Azərbaycandan keçərək, Rusiyadan Azərbaycandan keçərək, İrandan keçərək
Rusiya və İrana böyük faydalar gətirə bilən bir layihədir. Azərbaycan Xudafərin Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın yaratdığı problemlərdən sonra indi İranda ona Araz dəhlizi deyirlər. İrandan keçərək Naxçıvandan keçib gedəcək bir yolun olmasına razılıq verdi. Yəni biz İrana qarşı bu münasibətləri göstəririk. İndi ticarət, nəqliyyat, logistika, kommunikasiya və digər məsələləri mən heç vurğulamıram. Yəni bütün bu məsələlər də hamısı bəllidir. Və mən düşünürəm ki, eyni münasibəti də, eyni belə deyək, müsbət münasibəti, loyal münasibəti də, sıx qonşuluq münasibətini də biz İrandan gözləyirik və gözləməkdə də haqlıyıq. Mübariz bəy, maraqlı müsahibəyə görə təşəkkür edirik sizə və əziz dinləyicilərimizin də bir daha diqqətinə çatdırım ki, bizimlə telefonda müsahibimiz siyasi şərhçi Mübariz Göyüşlü idi. Əziz dinləyicilərimiz, bununla da verilişimiz başa çatır. Biz sizinlə bir də bazar ertəsi görüşəcəyik. Ona qədər özünüzə yaxşı baxın, sağ olun.